2018-ci ildə Ermənistanda baş verən inqilab Rusiya üçün qəbul edilməzdir. Kreml Nikol Paşinyanı qəbul etmir. Telegraf xəbər verir ki, bunu erməni siyasi şərhçi Qaregin Miskaryan deyib. Ekspert Rusiyanın Ermənistanı ölkəni özündən asılı vəziyyətdə saxlamaq üçün hər yola başvurduğunu bildirib. Stat: Rusiya Ermənistandakı son seçkilərin nəticələrini, Nikol Paşinyanın qələbəsini qəbul etmir. Təsadüfi deyil ki, Vladimir Putin seçkilərdən xeyli vaxt keçməsinə baxmayaraq hələ də Paşinyanı təbrik etməyib. Rusiyanın aqressiv davranışı məhz Nikol Paşinyanla bağlıdır. Onun hakimiyyətdə olması Rusiyanın imperialist ideyaları üçün təhdiddir. Çünki Ermənistan inkişaf etdikcə Rusiyadan uzaqlaşır. Ermənistan hakimiyyəti Rusiyapərəst qüvvələri zəiflədəndə Moskvadan narahatlıq yaranır. Həmin qüvvələr Moskva üçün Ermənistanda hakimiyyəti ələ keçirmək üçün ən ucuz və ən əlverişli yoldur. Statın sonu. Miskaryanın sözlərinə görə hadisələrin inkişafına uyğun olaraq Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyindən də çıxa bilər. Stat: Rusiya yaxşı anlayır ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyindən çıxması İrəvanın hərəkət imkanlarını genişləndirəcək, Moskvanın təsir rıçaqları zəifləyəcək. Statın sonu. Ermənistan isə Avropa yönlü siyasət yürütməyə davam edəcək. Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışacaq. Qeyd olunur ki, Ermənistandakı seçkilərdən sonra Paşinyanın konstitusiya çoxluğunun olmaması bu prosesi əsasən texniki məsələlərin həlli ilə məhdudlaşdıracaq. Baş nazir Nikol Paşinyanın partiyası konstitusiyanı müstəqil şəkildə dəyişdirmək üçün parlamentdə kifayət qədər yerə malik deyil. Hesabatda bildirilir ki, çox güman Ermənistan Azərbaycanın konstitusiya dəyişiklikləri tələblərini yerinə yetirməyəcək. Stat: Rusiyanın Cənubi Qafqazdakı zəifləyən təsirindən istifadə etməyə çalışan Türkiyə mövcud vəziyyətdən yararlanmağa çalışır və Azərbaycanı Paşinyanın yenilənmiş mandatını sülh sazişinə doğru irəliləmək üçün bir fürsət kimi sövq edə bilər. Statın sonu. Alternativ ssenariyə görə İrəvan, Bakı və Ankara bu rübdən Ermənistan-Azərbaycan sülh müqaviləsi imzalamadan belə fərdi sərhəd keçid məntəqələrinin, quru və hava yollarının, tranzit əlaqələrinin fəaliyyətini genişləndirmək üçün istifadə edə bilərlər. Bu, normallaşma prosesinin impulsunu qoruyub saxlayacaq.